siz çox yaxşı bir mövzuya toxundunuz. Yəni həqiqətən də bu gün günümüzdə yəni elə dəvətçilər var ki, elə sözlər danışırlar ki, yəni avam təbəqə həqiqətən belə bu məsələləri bəlkə də bilmirlər və onlar da çatdırarkən bu məsələləri çatdırırlar ki, bir tərəfli çatdırırlar. Yəni o mövzulardan yəni biri də bizim sual vermək istədiyimiz mövzulardan biri də təvəssül məsələdir. Biz bir çox vaxtdır ki, bu məsələlərin yəni danışıldığını bilirik və bu məsələdə də biz istəyirik ki, yəni Həmbəli məzhəbinin, Əhl-i Sünnətin, yəni bunun mövqeyi, bu məsələyə yaxınlaşması necədir? Çünki bir çox tələbə hətta Peyğəmbər sallallahu əleyhi və səlləmin təvəssül etməyi zinadan da daha böyük günah olduğunu insanlara çatdırır. Yəni bu haqda xahiş edə geniş bir açıqlama verərdiniz ki, yəni avam insanlar da bu məsələdə biliklənsin və bilsinlər ki, Əhl-i Sünnətin, məzhəblərin bu məsələyə yaxınlaşması necədir? Təbii ki, təvəssül mövzusu ümumiyyətlə qısa olaraq desək, məlumat olaraq. Bizim Əhl-i Sünnət məzhəblərinin əsasən götürdüyü 4 təvəssüldür yəni. Bildiyimiz birinci Allahın yəni adları ilə və ya sifətləri ilə Allaha təvəssül etmək. İkinci bildiyimiz məşhur bizdən əvvəlki ümmətlərdə olan məşhur mağara hədisidir ki, insanlar həmin mağarada öz əməlləri ilə təvəssül edir. Üçüncü Yusuf əleyhissalamın qissəsində olduğu kimi, yəni surəsində olduğu kimi onlar atalarına deyirlər ki, ey atamız, yəni salih bir şəxsin duası ilə təvəssül etməkdir. Dördüncü təvəssül məhz müasir cərəyanın ədalətli şəkildə danışdığı və insanları siz dediyiniz kimi, məsəl üçün zinadan da, oğurluqdan da, sanki bu təvəssülü edən insan zinadan da, oğurluqdan da pis günah etmiş kimidir kimi yəni göstərməyə çalışdıqları təvəssül Peyğəmbər sallallahu əleyhi və səlləmin xatirinə, zatına Allaha təvəssül etməkdir. İndi biz məsələyə necə baxmalıyıq? Birinci bilmək lazımdır ki, Əhl-i Sünnət məzhəbləri bu məsələdə ağla dayanmayıblar. Onlar da hədislərə dayanırlar, səhabə əməlinə dayanırlar. Bildiyimiz kimi məşhur hədis var, hədis-i darir deyirlər, kör hədisidir. Yəni kör Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlir, Allah Rasuluna deyir ki, dua et, mənim gözlərim açılsın. Peyğəmbər sallallahu əleyhi və səlləm ona deyir ki, səbr et. Və bir neçə də bu müzakirə getdikdən sonra Allah Rasulü sallallahu əleyhi və səlləm ona deyir ki, get, 2 rükət namaz qıl, dəstəmaz al, 2 rükət namaz qıl və belə dua et. Və gedir səhabə bu duanı edir. Allah Rasulü sallallahu əleyhi və səlləmin öyrətdiyi bu duanı edir və onun gözləri açılır. Və həmin duada, indi gələcəm o məsələyə, bu duanı edir. Və ikinci, bu əsas qaynaq kimidir. Yəni Əhl-i Sünnət məzhəblərinin qayıtdığı əsas qaynaqlardan biri budur. İkinci məsələ Ömər radiyallahu anh'ın xilafətində, yəni bilirsiniz ki, quraqlıq olur və Ömər radiyallahu anh'u Peyğəmbər sallallahu əleyhi və səlləmin əmisi ilə təvəssül edir. Məşhur duadır ki, biz əvvəllər sənin nəbinlə təvəssül edirdik, indi isə onun əmisi ilə təvəssül edirik. Və bizim alimlərimizin əsasən dayandığı 2 qaynaq budur. Ən önəmli yəni. Və onlar xüsusən bu hədisdə müasir cərəyanın nümayəndələri necə göstərməyə çalışırlar? Deyirlər ki, yox, bu hədisdə sözü gedən məsələ, əsas məsələ. Onlar Peyğəmbər sallallahu əleyhi və səlləmin duası ilə təvəssül edirlər. Yəni onlar bunu göstərməyə çalışırlar. Halbuki onlar bir çox məsələlərdə insanlara irad tuturlar ki, siz hədislərin zahiri ilə əməl etmirsiniz, siz hədisləri təvil edirsiniz. Halbuki bu hədisləri özləri təvil edirlər. Zahirindən çıxardıb təvil etməyə çalışdırırlar. Çünki o hədislərin heç birində gələn rəvayətlərdə Allah Rasulü sallallahu əleyhi və səlləmin duası ilə deyə bir şey yoxdur. Və bizim alimlər, demək olar əksər Əhl-i Sünnət imamları, İmam Əhməd, hətta İbn Teymiyyə rahimehullah bunu qeyd edir ki, İmam Əhməd Allah Rasulü sallallahu əleyhi və səlləmin zatı ilə təvəssül edirdi. Və bizim alimlər də tarix boyu yaşamış imamlarımız istisqa namazı bölümündə fiqh kitablarında bu əməlin müstəhab olduğunu deyib. Bu əksər Əhl-i Sünnət qatında belədir. Yəni bu əməl müstəhab bir əməldir. Yenə deyilə bilər ki, bu əməl icmadırmı? Yəni müstəhəblik yox. Yəni imamlarımızdan İbn Teymiyyə rahimehullah buna qarşı çıxır. Amma bizim alimlərimiz bir şey bilmək lazımdır ki, İbn Teymiyyə rahimehullah bir məsələni deyib deyə heç vaxt məsəl üçün öz üsullarını dəyişdirməyiblər. Və ya məsələni onun fikirlərinə uyğun məsələlərdə təhrifə yol verməyiblər. Yəni olduğu kimi Əhl-i Sünnət irsini özlərindən sonraki nəsillərə çatdırıblar. Soruşula bilər ki, bu məsələdə ixtilaf varmı? Bəli, ixtilaf var. Və yaxud bir qardaş o görüşü götürərsə biz necə davranmalıyıq? Biz ixtilafın ədəbini gözləməliyik. Necə dediyim bayaqki məsələ, niyyət məsələsində biz insanlara ixtilafı doğru şəkildə çatdırmalıyıq ki, avam müsəlmanlar bir-birlərini misal olaraq da bəzi bir-birlərini
elə məsələlər var ki, hətta etiqadda belə. Yanlış çatdırılma nəticəsində sıravi müsəlmanlar bir-birlərini cəhmilikdə, mötəzilə olmaqda və yaxud bəziləri digərlərini əhl-i-sünnətin görüşü rafizlikdə ittiham edirlər. Yəni bu əslində acınacaqlı bir məsələdir. Bu da nəyin nəticəsidir? Yanlış din çatdırılmağının nəticəsidir. Və bizim soruşulsa ki, bir qardaş məsələn bidət görüşünü götürərsə, bizim ona münasibətimiz nədir? Bizim ona münasibətimiz odur ki, biz ixtilafın ədəbini gözləyəcəyik və deyəcəyik ki, bəli, sən əhl-i-sünnət imamlarından hansısa bir imamın görüşünü təqlid etmirsən. Biz o görüşə, yəni o yanaşmaya qarşıyıq ki, o yanaşmada onlar birmənalı olaraq Allah Rasulü sallallahu aleyhi və səlləmin zatı ilə təvəssül etməyi nə görürlər? Bidət görürlər və bunun oğurluqdan da, zinadan da pis bir əməl olduğunu deyirlər. Yəni biz ona qarşıyıq əsasən. Və həmçinin bir şey bilmək lazımdır ki, onların gətirdiyi şübhələr nədir? Əsasən bu mövzuda, əsasən onlar nə şübhəni gətirirlər? Bəziləri deyir ki, siz əgər Allah Rasulü sallallahu aleyhi və səlləmin xatirinə istəsəniz, siz bir məxluqun xatirinə istəmiş sayılırsınız. Sual olunur. Zaten biz əgər əməllərimizlə, necə Mağara hədisində olduğu kimi, Allah Taala'dan bir şey istəsək, bizim əməllərimiz də məxluqdur. Əgər məxluq xatirinə istəmək olmazsa, belə bir qayda qoyaraqsa, onda sual olunacaq. Biz niyə əməllərimiz xatirinə istəyə bilirik? Birinci məsələ budur. İkinci məsələ onların gətirdiyi şübhələrdən biri odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu sağlığında etmək olar. Öldükdən sonra etmək olmaz. O zaman sual olunacaq. Məyər Peyğəmbər sallallahu aleyhi və səlləm sağlığında Allaha edilən duaların qəbul edilməsinə təsir edirmi? Edirmi ki, yəni sağlığında təsir edə bilirdi, vəfat etdikdən sonra təsir edə bilmir. Yəni belə bir şey yoxdur. Yəni Allah Rasulü sallallahu aleyhi və səlləm əslən duaların qəbul edilməsinə təsir edə bilmir. Kainatda bir təsir gücü var, o da Allah Taala'nın, yəni ona fayda və zərər deyirlər də Allah Taala'nın bütün hər bir şeyə təsir etməyi. Bu bizim etiqadımızdır, yəni əhl-i-sünnətin etiqadıdır. Və onların gətirdiyi ikinci şübhə budur. Onların gətirdiyi üçüncü şübhə nədir? Üçüncü şübhə odur ki, onlar bildirirlər ki, sən əgər bugün Allah Rasulü sallallahu aleyhi və səlləmin xatirinə istəsən, sabah özündən istəyəcəksən. Biz də eyni sualı qarşılıq olaraq bildiririk. Əgər sən bugün salih bir insandan Allah Taala'ya dua etməsini istəyirsənsə, sabah onu özündən də istəyə bilərsən. Mən də belə bir ehtimal gətirə bilərəm. Yəni gətirilən ehtimala qarşı bir ehtimal da gətirə bilərəm. Əslində görünür ki, gətirdikləri əslində bütün ehtimallar, yəni əslində əhl-i-sünnət qatında batil ehtimallar. Yəni şübhələr batil şübhələrdir əslində. Əhl-i-sünnət imamları bunların hamısına cavab veriblər. Və yaxud bizim onlara deyəcəyimiz bir məsələ var. Bu əsasən əql yönündəndir, yəni. Yəni sıravi müsəlmanlar bu barədə ciddi düşünməlidirlər. Misal olaraq, biz bir əməl edirik, düzdürmü? Salih əməllər edirik, namaz qılırıq, oruç tuturuq, zəkat veririk, sədaqə veririk. Biz yəqin bilirikmi ki, bizim həmin əməllərin Allah qatında bir dəyəri var. Biz bunu bilirikmi? Biz bunu bilmirik. Amma biz yəqin bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin Allah qatında bir dəyəri var. O dəyər azalmır. Hətta alimlər icma nəql ediblər. Kim etiqad etsə ki, Allah Rasulü sallallahu aleyhi və səlləmin dəyəri azalır, o insan kafirdir. Yəni bunu əql yönündən danışıram mən. Yəni o demək deyir ki, bizim alimlərimiz bu məsələdə əqli dəlillərə isnad ediblər. Yox. Dediyim kimi bizim alimlərimiz bu məsələdə Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətində olan məsələlərə, həmin hədisə, həmçinin Ömər radiyallahu anhudan gələn istisqa namazı bölümündə olan məsələyə, hədisə isnad ediblər. Həmçinin düzdür olan müxtəlif şübhələr gətirirlər ki, həmin adam onda niyə Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlirdi? Elə evindən dua edərdi. Birinci o hardan bilirdi ki, Allah Rasulü sallallahu aleyhi və səlləm ona hansısa bir təvəssülün növünü öyrədəcək? Onu hardan bilə bilərdi? Yəni bir Peyğəmbərin bizə hansısa bir sahabəyə nəyinsə öyrətməyin biz hardan bilə bilərik? Həmçinin biz yenə deyirik, biz əhl-i-sünnət olaraq, yəni əsər əhli olaraq, biz bu məsələlərdə Allah Rasulü sallallahu aleyhi və səlləm sünnətinə və sahabələrin yoluna tabi oluruq. Onların gətirdiyi hətta bir cılıq şübhədir. Gətirdiyi şübhələrdən biri də nədir? Əslində. Şübhələrdən biri də odur ki, deyirlər ki, yaxşı, əgər bu əməl şəriətdə var idisə, nə üçün həmin quraqlıq dönəmində onlar gedib Allah Rasulü sallallahu aleyhi və səlləmin zatı ilə təvəssül etmədilər? Nə üçün getdilər? Məsələn, Abbasla təvəssül etdilər. Birinci bilmək lazımdır ki, təvəssül Allah Taala'nın qullarına verdiyi, yəni seçimdir o.
Yəni sən istəsən Allahın sifətləri ilə təvəssül edərsən, istəsən salih bir şəxsdən dua istəyərsən, istəsən Peyğəmbər sallallahu əleyhi və səlləm xatirinə istəyərsən, istəsən də öz əməllərindən təvəssül edərsən. Bu seçim verilir. Bir təvəssülün tərk edilməyi heç də onun yoxluğunu gərəşdirmir. Onda biz də deyək ki, onda sahabələr niyə gedib Allah Taala'nın sifətləri və isimləri ilə təvəssül etmədilər? O deməkdir ki, o həmin təvəssül yoxdur, kökündən inkar edilir həmin təvəssül. Yox. Bir şeyin edilməməyi onun şəriətdə olmamasını gərəkdirmir. Yəni, əslində bu da batıl gətirilən əhl-i-sünnət məzhəblərinə, sələfi yoluna gətirilən batıl şübhələrdən biridir. Həm də bunu bilmək lazımdır ki, bunu yəni çox acınacaqlıdır ki, bu insanların əsrlər boyu yaşamış alimlərin yolunu, fəqihlərin yolunu siz dediyiniz kimi, məsəl üçün, oğurluqdan, zinadan pis bir yol kimi çatdırmaqları və bu heç kimə sir deyir ki, bunu İmam Əhməd edib. İbn Teymiyyə onu açıq şəkildə qeyd edir. Həmçinin bütün siz əhl-i sünnətin fiqh kitablarına baxsaq, bunu açıq aydın görmək olar. Əhl-i sünnət, yəni bu heç də bugünkü günümüzdəki cərəyanın dediyi kimi rafizilik deyil. Və yaxud bu sufilikdir birbaşa, yəni onların insanların gözündə göstərmək istədiyi sufilikdir. Xeyr, bu əhl-i sünnətin özüdür. Və əhl-i sünnət bu məsələyə bu şəkildə etiqad edir. Və bir dənə də məsələ odur ki, onlar bugün günümüzdə olan bu cərəyan fiqhi məsələləri, alimlərin arasında olan fiqhi məsələlər, fiqh kitablarında olan məsələləri, əslində ixtilafın ədəbinin gözlənilməsi olduğu məsələləri insanlara birmənalı olaraq çatdıraraq insanların arasında böyük təfriqəyə səbəb olurlar. Xüsusən sıravi müsəlmanlar arasında. Yəni biz həmin o məsələləri danışan insanlarda insaflı olmalarını deyirik. Biz onlara deyirik insaflı olun. Yəni sıravi müsəlmanlara din çatdırdıqda ədalət və insafla çatdırın.